Salam, mən bugün sizə kompüterinizə Windows 10 proqramını yükləməyə öyrədəcəm. Bəziləri yeni zaman olduğu üçün Windows 10 onu yükləyir. Mən də bunu sizə öyrədəcəm. Gördüyünüz kimi məndə Windows 10 olduğuna görə yazılır ki, həmən güncəlləşdirin. Gördüyünüz gibi yukarıda. Aşağıda yazılıb ki, aracı şimdi indirin. Aracı şimdi indirinə basırıq. Və buradan yüklənir. Buradan yüklendikten sonra isə kompüterinizə yüklənəcək. Və bu internet sürəti ilə yüklənir. Yüklənib qutarandan sonra isə həmin yükləndiyi fayllara girib həmin yerdən seçirik. Və o Windows 10 proqramı yüklənərkən heç vaxt kompüterinizi söndürməyin və söndürməyin ki, kompüterinizin bütün proqramları silinə bilər. Ona görə də mən bunu deyirəm. Mən ona görə ləğv eləyəcəm, mənə lazım deyil və məndən bu qədər.